videonun məqsədi bundan ibarətdir ki, bu video izlendikten sonra, yani konkret olarak bitirdikten sonra test toplusundaki server üzerinde beraber söhbətlər ki, test toplusundaki ilk mövzu olan burada yazdığım kimi dövlətmə periodu, dövlətmə tezliyi, bucaq sürəti, mövzuları, bütün testləri yaza bilməlisiniz. Yani sırf video məqsədi o. İki video kısa dediğimiz gibi bu tip videolar çəkiləcək. Sırf test toplusundaki bu mövzunu yazmağına məqsədlənən videolar çəkiləcək ki, burada nəzəriyyədən danışılacaq. Və bu da ki, o videoların içində bir hissədir ki, vaxtda danışmaq istəyirəm. Deməli, ikisindəki dərsimizdə biz düzgün dərəcə haqqında danışmışdıq. Ümumiyyətlə, trayektoriya haqqında danışarıq. Trayektoriya nə idi? Trayektoriya, yəni hərəkət zamanı cismin cızdığı xəttə trayektoriya demişik. Və cisim demişdik ki, trayektoriyasına görə iki cür olurlar. Birincisi, hərəkətli, bir də düz xətt. İkincisi də düz xəttli. Xəttli olurlar, bir də əyəkli olurlar. İndi biz bunun üzərində maşın qoyuruq, bax. Və maşının hərəkətlərini nüqsəndə, bunun üzərində maşın düz xəttə hərəkət edəcək. Buradakı maşın nə edir? Əyək xəttə hərəkət edəcək, düzdür amma? Buradakı maşın əyək xəttə hərəkət edəcək. Düz xəttə hərəkət haqqında kesin dəfə danışdıq. Düz xəttə hərəkətinin, yəni ayrıntısına qədər, hər tərəfini deyirik düz xəttə hərəkəti. Üçüncü mövzumuz əyək xəttə hərəkəti. Əyək xəttə hərəkətdə deyirlər ki, uşaqlar yazıqdır. Abturiyent yazıqdır, qarğındırlar bunlar. Ona görə nə edirlər? Deyirlər ki, bizdə ən sadə hərəkət olsun, ən sadə əyək xəttə hərəkət olsun, ən sadə əyək xəttə hərəkət nədir? Server üzərində hərəkət. Yəni, trayektoriyamız belə server olması alınır. İndi, burada təbii ki, maşını görürük, burada maşın hərəkət edir. İndi, bir dənə deyirlər ki, gözlə və abturiyentlər daha qarib, yaz qalsıqlar da bunlar, gözlə bunları daha sıxışdıraraq. Deyirlər ki, maşının sürəti sabit olsun. Onun üçün maşının sürəti bir bərabərlik konusunda ədədi qiyməti var. Deyə bilərsən ki, müəllim, düz xətti bərabər sürətlər keçirmişik də, oradasa belə yazarlar. Konusunda. Aralarında nə fərq var? modullar. Biri moduldadır, biri bölüncü modulda deyil. Bunun modulda olmaması deməkdir ki, sürət qiymətcə həm istiqamətə sabitdir. Yəni gördüyün kimi maşın bura gedir, burada da yəni bura gedir, burada da yəni bura gedir, yəni düz xəttlər gedir, dostum, həqiqət olaraq. Lakin burada sürət hər zaman istiqamətini dəyişir. Bir dəfə belə gedəcək, sonra gəlir, sonra bura gəlir, istiqamət dəyişir. İstiqamət dəyişir, amma ədəd qiymət sabit qalır. Ədəd qiymət nə deməkdir? Məsələn, V bərabərdir 3 metr bölünsün saniyə deyək. Saniyə. 10 saniyə sonra da yəni V nəyə bərabər olur? 3 metr bölünsün saniyə. 40 saniyə sonra da yəni 3 metr bölünsün saniyə. Yəni nədir? Sürət ədədi qiymətə bərabər. Əslində bu mövzunun adı səhvdir. Server üzərində bərabər sürətdə hərəkət səhvdir. Server üzərində bərabər sürətli o deməkdir ki, cəfəngah deyəsən də. Çünki sürət dediyimiz şey deyəndə bu nəzərdə tutulur. Bu sürət deyil. Bu sürətin ədədi qiymətidir. Sürətin ədədi qiyməti ayrı şeydir. Yəni bu məsələn mən konkret olaraq B yazsam, keçən də dedim ki, nədir bu? Sürətdir və bu nəzər bir şeydir. Yəni cəfəngah bir şeydir. Sürət deməyə haqqımız yoxdur. Bu sürətin ədədi qiymətidir. Sürət deyilən bir şey başında mütləq bir vektor olmalıdır. Və bu istiqaməti də bildirir. Amma burada konkret deyir ki, əyək xəttlər şeyləsin. Yəni çevrə üzərində oldu, çevrə elə şey görürsən də. Çevrə üzərində şeyləsin. Bir də deyir ki, nədir? Qiyməti də sürətin qiyməti sabit olsun. Sürətin qiyməti sabit olanda, yəni çevrə üzərində bərabər sürətdir. Bərabər sürət hərəkət edilməmişsən, mənim yolum da düz olmalıdır. Anlar deyək ki, əyri olsansa bərabər olsun. Yəni çox fantazi bir şey anlamaq var, yəni mövzunun adı belədir. Amma neyiniyək? Mövzunun adına girişmirik. Sadəcə mövzunu izah edəcəm. İndi dediyim kimi çevrə üzərində işlərə baxacaq. Dövrün periodu budur ki, məsəl edək ki, burada çevrə olsun. Yəni çevrə üzərində baxacağım, bütün çevrəmiz olsun. Bax, çevrənin üzərində nəyimiz olsun, bir dənə maşınımız olsun. Maşınımız olsun. Maşınımız A nöqtəsindədir. Buranın hansı nöqtədir? A nöqtəsi. Maşın hərəkət edir, müəyyən bir zaman keçir, hərəkət edir. Tam bura gəldi. Bu A nöqtəsindən gəldi, bu iş oldu bir dövr. Dövr dediyimiz bir şəbəkəki N hərfinə göstərəcək biz. N hərfinə göstəririk. N nə deməkdir? Dövr deməkdir. Dövr. Yəni deyirsən, satsan bura gəlsən dövr edirsən. Dövr vahidi yoxdur. Dövr bir ədəddir sadəcə. Vahidi yoxdur. Yəni boşluq. Vahidi nədir? Boşluq. Vahidi yoxdur. İndi bir dənə dövr vurdum. Amma mən burada dumanları katedrda ışıqlanmalıma müəyyən bir zaman keçməlikdə bura gəlməyim üçün. Bir tam dövr etmək üçün keçən zamana periyod deyil. Bir tam dövr üçün. Yəni mən getdim konkret buradan gidib fırladım. Gəldimdə oldu 17 saniyə. Periyod nə oldu? 17 saniyə oldu. Yəni periyodun tərifini buraya yazdım. 1,
Bəli, bir tam dövrə sərf olunan zamana nə deyilir? Period deyilir. İndi periodun nə hərfinə işarə olduğunu baxaq. Period T hərfinə işarə olunur. Onun qaraqı T hərfinə işarə olunur. Vahidi saniyə olur. Bunu yazaq, nə hərfinə işarə olundu? Period. Vahidi saniyədir. Niyə saniyədir? Çünki zaman deyirlər dostum. Kompüter baxım mən dedim ki, bir tam dövrə sərf olunan zaman. Zaman, bu yazmış oldu, zaman yazmışam. Zaman, yəni nə cinsindəndir? Zaman cinsindəndir. Ona görə ki, olmalıdır. Vahiddə zaman cinsindən olmalıdır, yəni saniyə olmalıdır. Period bu. Yəni, periodun bir düsturu var. O düsturu bir misalla göstərməyə çalışacaq. Düşün ki, bir tam dövrə, 3 saniyə gedir. Bu nədir? Mənim də burada periodun nə qədər oldu? 3 oldu. 3 oldu. İndi bəs yaxşı, 10 saniyə ərzində, 10 saniyə, o mənə tam dövr üzr istəyirəm. 10 mənə tam dövrdə nə qədər olsun, atıram, 30 olsun yəni. 30 saniyə, 10 tam dövrü 30 saniyədə bulmuşum. Və periodum nə qədərdir? Belə başa düş. 10 dövrü 30 saniyədə bulmuşum. Bir dövr neçə saniyədə bulmuşum? 3 saniyə. 3-ünü tərəfində, hayır. Yəni 3 böldüm belə. 3'ü böldüm belə? 3'ü böldüm, ikinciden bunu bular. Yəni düz nəticələr eyni olmadı. Amma bunu sil. 30 böldüm. 30'u böldün ona. Sen neyi dedin? Zamanı yani T'ni böldün neye? Dövrün sayına, N. Demek ki periyod hakkında böyle bir şey diyebilir. Periyod beraberdir. Zaman bölünsün dövrün sayı. Həqiqətən çox məntiqli bir şeydir. Məsələn, 5 dənə fırlamışam burada, 5 dənə fırlamışam. Və bunu 10 saniyədə eləmişəm. 10 saniyə. 5 dənə fırlamışam, bunu 10 saniyədə eləmişəm. İndi periyodda nədir? Bir dənəsində nə qədər eləmişəm biz? 2 saniyə yazdı demək ki. Yəni 5'in 10 saniyədə eləmişəmsə, bir dənəsində nə qədər eləmişəm? Bir dənəsində 2 saniyədə eləmişəm. Bax bu 2 saniyə, mənim nəyimdir? Periyodudur. Niyə periyodudur? Çünki bir tam dövr demişik də, 2 tam dövr deməmişik ki, 3 tam dövr deməmişik ki, onu görmək lazımdır, bir tam dövrlə getirmişəm. 2 saniyə zaman sərf eləmişəmsə, periyodun nədir? 2'dir. Dövr periyodunun nə olduğunu dedim. Dövr periyodunun nə olduğunu aydınlayacaq. Burada sadəcə taslaq olaraq burada düsturunu yazmış oldum. İndi dövülmə tezliyinə keçirik. Dövülmə tezliyi vahid zamanda, yəni 1 saniyədə dövrlərin sayına bərabər olan fizik kəmiyyəti nə deyirik? Dövülmə tezliyi deyirik. İndi bunu birinci olaraq tərif olmasını yazalım. Bundan sonra da keçərik. Dövülmə tezliyinin tərifini verdik və 1 saniyədəki dövrlərin sayına nə dedik? Dövülmə tezliyi dedik. Və şimdi bu da tabii ki düstur olmasını düşünməmişlərdən hansı hərfin işarə olduğunu göstərək. N hərfin işarə olunur. N hərfin işarə olunur. Balaca işarə olunur. Əslində bu İngilizcə frekans demək deyirlər. İngilizcə falan F ilə işarə edirlər. Kiçik bir F hərfi. Amma Azərbaycanda N hərfi işarə olunur. Tabii ki testlərdə N ilə qarşıda çıxacaqsa mən N yazıram. Nədir? Dövülmə tezliyi. Bəzən də testi Y hərfləri. O, bəli, o şeydir. Dalgalarda falan göstərilir. Dövülmə tezliyi. Dövülmə tezliyi baxımından göstərmiş olduq. Bir dövülmə tezliyinin nə olduğunu deyək. 5 saniyədə mən 15 dənə dövr eləmişəm. 5 saniyə keçir. 5 saniyədən 15 dənə də burada fırlamışam. Maşına fırlamışam. Tezliyi odur ki, 1 saniyədə şu dövrlərini sayılır. 5 saniyədə 15'indən bir şey 1 saniyədə neçə gəlir? 3 dövr. 1 saniyədə 3 dənə dövr gəlir. Nə tərəfdə? 15'i böldüm 5'e. 15'i böldüm 5'e. Demək ki, periodisini belə bir düstur ala bilərik. N bərabərdir. 15'i böldüm. Dövrü böldüm, yəni N'i böldüm. Nəyə? Zamana. T'yə. Demək ki, N bölünsün T. O da nəyimizin düsturuymuş? Dövr tezliyimizin düsturuymuş. Onda bunun vahidi 1 bölsün saniye. Bəli, vahidinə keçək. Vahidi nədir? Vahidi, bunun vahidi bölünsün, bunun vahididir. Elə deyil mi? Yəni, vahid tapaq, del tapaq da. Məsələn, sürətin metdiyə bərabərdir, L bölünsün T deyil miydi? Sürətin vahidini tapanda hamısını bölün nə etmək lazımdır? Vahidini tapmaq lazımdır. L vahidi metr, bunun vahidi saniyə. Yəni, belə verilmir. Burada da belə edəcək. N'in vahidi yoxdur, 1, boşluq mu qoyaq? T'nin vahidi nədir? Saniyə. Demək ki, 1 bölünsün saniyə və yaxud nə? Saniyə üstündə mənfidir. Yəni, eyni şeydir. Vahid olaraq belə yazılır. İndi, diqqətli bir tələbəni görər ki, N bərabərdir, N bölünsün T-dən, T bərabərdir, T bölünsün. Bunlar bir-birinin tərsidirlər.
Tərs cəmiyyətlərdə məsələn 2-də 3, bir də var üstə 2. Tərs cəmiyyətlərdə bir-birinin tərsidirlər. Qanun tərs cəmiyyətlər olur. Bunlar tərs cəmiyyətlər. Ona görə də bir-birinə əlaqə çıxır yazmaq olar. T bərabərdir. T bərabərdir. 1 bölüsü ne? Yazmaq olar. Həqiqətən düsturcəsi yerli qalda bu düstur alıcı olur. Və yaxud M bərabərdir. 1 bölüsü T. Bu düstur sayəsində bir qrafik seçə bilər ki, N T'dən asılı qrafik seçə bilər ki, bir tərsir bərabər. Ona görə N'in T'dən asılı və ya T'nin asılığı fərqli verməyəcək bir-birinə fərq olarlar. Və bu haqda dəndən işləyib çox var. Məsələn, deyirlər ki, dövlətmə periodu 5 saniyədirsə, dövlətmə tezliyini tapır. Var, çox sual edir suallar. Ne deyirsən, yazarsan ki, M bərabərdir, 1 bölüsün T deyilmi? Bərabərdir, 1 bölüsün 5, o da bərabərdir 0,2 saniyə üstündə mənfidir. Bu suallar belə tədarımız, dostum. Bu suallar yəni çox var, bunlar da görürsünüz. Bu suallarda çox var və bu suallar bu tip həll olunur. Bu suallar bu tip həll olunur və bir keçimdəyik. Və bu olaraq hər ikisi üçün aid olan bir şey deyim ki, hər ikisi saniyə ölçənlə ölçülür. Yəni, hər ikisi zaman dizisindən olduğunu gördüyüm kimi saniyəni bilsən, bunu tapa bilərəm. Və ya saniyəni bilsən, bunu tapa bilərəm. Yəni, zaman bilsən, bunu tapa bilərəm. Ona görə hamısı nələ ölçülür? Saniyə ölçənlə ölçülür. Yəni, buralar bir deyil. Saniyə ölçənlə ölçülür. Və bu arada bir de bir şey var ki, yəni periyod haqqındadır bu, periyod haqqındadır. Zamanın periyodu var. Yəni zaman periyodu belə deməkdə, yəni saatın periyodu var daha doğrusu. Yəni saat üzərində dəqiqə əqrəbinin periyodu var. Yəni dəqiqə əqrəbi, yəni məsələn bunu saat kimi nəzərə alsaq, zaten sizə onun üçün deyirəm. Yəni məsələn 12-dir, bura 6-dır, bura 3 olur, bura 9 olur. Və saatın məsələn əqrəbi var. Saat əqrəbinin dövrün periyodu nədir? Gəlsin tam bir dövr, Rusun təzim gəlsin 20. Bunu neçə saniyə keçməlidir, nə qədər keçməlidir bunun üzərindən. O haqda bir çox kəmiyyətlər var, bunları bir dənə yazaq ki, lazım olur testdə. Şey deyil. Birinci var saniyə əqrəbinin periodu. Nə qədərdir? 60 saniyə. Həqiqətən də 60 saniyə eləyir, bir tam gəlir, dövrünü vurur. Ondan sonra dəqiqə əqrəbinin var. Nə qədərdir? 1 saat və ya 60 dəqiqə. Həqiqətən də 60 dəqiqəyə eləyir. Dəqiqə əqrəbi gəlir, bir tam dövrünü vurmuş olur və ya 1 saatda deyilir. 1 saat. Ondan sonra saat əqrəbinki var. Ondan sonra saat əqrəbinki var. Saat nəyə bərabərdir? 1 saat. 1 saatdır mı? Yox. Bunu çox adam gerizekalı çarşı verir ki, buna 24 saat sən de o deyirsən, mən 24 saat deyənlər gerizekalı deyirəm. Sən 1 saat deyənlər gerizekalı olurlar. Bunlar gerizekalı olurlar 1 saat deyənlər. Hə, 24 saat deyil, 24 saat deyil. Bu nə qədər gəlir? 12 saat gəlir, təzim tam bura vurur. 24 saat deyəcəm nədir? Bu 12 saatdır, 12 saatda artıq dəqiqə falan özünüzə bilərsiniz. 750 dəqiqədir, bir də 300 hükümət hesab burada bunu. Bir də nə? 3600 saniyədir. Bir də var nə? T sutka və ya T gün də deyirlər buna. 3 gün 24 saat. Əslində 24 saat deyil, 23 saat, mənim dəqiqədir. Bunlar çıxırmış onun demək. Amma gerdə o var çox yatımda da o. Onu deyirsən, burada bilmədiğin şeylər hamısı danışır. T-gün bərabərdir nə? 24 saat. Hə, belə. Son olaraq nə haqqında danışaq? Uzaq sürət haqqında danışaq və videomuzu artıq dayanıraq. Uzaq sürətə keçməmişdən əvvəl yenə həmən keçirəm çəkmək istəyirəm. O sizin necə sayıb sizi düşəm. İndi görə seçək. Sevirəmiz. Buradan bir şey seçək. Olsun nəyimiz? Bizim sevirəmiz. Sevirəzəndə çox iş görəcəm. Bu nə? Mənim sevirəm. Və bir sevirəmin gəl adresi olsun. Olsun mu? Olsun. Olsun. Bu olsun onun radyosu. Deyirəm, işarə olmasın. Ondan sonra burada yəni maşınım var. Maşınım var, belə hərəkət edəcək. V sürətilə. Maşınım var, bu istiqamətə belə hərəkət eləmək başladım. İndi burada belə bir şey var. Və hərəkət edəcək həqiqətində gəldim bura. Bura atlanıb təsir edəcək. Gəlsin B nöqtəsinə, hərəkət elədim. Müəyyən bir nə elədiyim, el görsüzüzdür. Bura ilə bura arasındakı məsafə olsun nə? El. Hərəkət edildi, gəlin el görsüzüzdür. Aydındır ki, müəyyən bir pi bucağı fırlandım. Aydındır da bu. Burada bağlıyorsunuz, müəyyən bir pi bucağı fırlandım. Şimdi burada fi'yə biz riyaziyyatda bucaq deyirlər. Fizikada bucaq nə deyirik? Dönmə bucağı deyirik. Həqiqətən də dönüşü bucaq yarandı. Döndü, bucaq yarandı. Nə deyirik buna? Dönmə bucağı oldu. Dönmə bucağı oldu.
Ömür uzağın hərfinin işarələrində dediyim kimi fi hərfinin işarələri. Biz fi nədir? Bucaqlar göstərilir əsasən. Fi'dir, tetadır, alfadır, betadır falan. Bunların neyində bucaqlar göstərilir. İndi burada belə bir şey var ki, fi'nin ifadəsi var. İndi bir üçüncü vahidi yazın. Vahidi nədir? Bucaq vahidi olan bir radian. Riyaziyyatda olandan fərqlidir. Riyaziyyatda da radiandır. Bucağın vahidi radian olaraq qəbul olunur. Radiandır. Və burada danışığın riyaziyyatda ha. Riyaziyyatda bir dənə düstur var ki, fi haqqında. Fi, yəni dövmə bucaq, yəni bucaq radian olaraq, qövsün uzunluğunun, radian nisbəti. Yəni bu düsturu əgər bilmirsinizsə, siz riyaziyyatınızda deyəmiş oluyor. Bu düstur riyaziyyatınızdan bir şeydir. Nədir? Qövsün uzunluğunun radiusa nisbətidir. Bu, hətta çox önəmli düsturdur, belə deyim ki. Məsələn, belə var ki, deyim var ki, 360 dərəcə nə qədər deyil? 2 pi radian deyilir. 2 pi radian. Əslində bu da bu düsturdan çıxan bir nəticə. Çünki fi bərabərdir deyə düşünək. Bir tane 360 dərəcə dönəkdəyəcək. 360 dərəcədən sonra olar. El nə qədər olar? 360. El 360 olmasın. El qövsün uzunluğu 2 pi r olar. Yəni bir tane da vurursansa 2 pi r olar da qövsün uzunluğu. 2 pi r. Bölünsün r. R'lər getdi. Demək ki, bu tam neçə radiandır? 2 pi radian. Yəni buradan çıxan bir şey, nəticə. İndi belə bir şey var ki, bucaq sürəti nədir deyə soruşsanız. Bucaq sürəti. Mən düz saat hərəkətdə sürət haqqında danışmışam. Sürət nədir? Sürət, faiz Bir el yolu varsa, el yolu varsa və mənim də maşınım varsa, görsün nə qədər maşınım varsa, sürət o deməkdir ki, vahid zamanda gedilən yoldur və vahid zamanda gedilən yolun demək. Yəni, bir saniyə nə qədər yol getmişəm? Onu eli bölürəm nəyə? Nəyə? T'yə. Yəni budur. Burada nədir biz? Burada da odur ki, bucaq sürəti. Burada da bucağın sürəti. Vahid zamanda bucaq nə qədər dəyişir? Bax, bucağın sürəti ola bilər də. Vahid zamanda mən məsələn hərəkət edirəm. Burada bucağın sürəti nə qədər? Yəni bucağın nə qədər artır? Vahid zamanda nə qədər dəyişir? Odur. Onunla nə tərəf baxarım? Onu omega hərfini göstərir. Bucaq sürəti omega hərfini göstərilir. Omega bərabərdir fi bölünsün p. Nəyə bucağın sürəti? Bu da yolun sürətidir. Belə deyək də. Yəni nə deməkdir bu? Bir saniyə mən nə qədər yol gedəcəm? Düstur budur. Bu da bir saniyə nə qədər bucaq gedəcəm? Yoldur. Əslində bunlar təkcə bunlar yox, qrafiklərlə falan da bir-birinə oxşayırlar. Çünki sürət sabit olduğuna görə, burada da omega nə olmalıdır? Sabit olmalıdır. Omega deyilib ki, sabit olsun. Sürət sabit. Omega nə olur? Sürət nesində bir şeydir. Omeganın vahidini yazaq. Yəni omeganın vahidi nədir? Nə olar? Radian bölünsün saniyə. Omeganın vahidi budur. Radian bölünsün saniyədir. Və indi omega haqqında deyək ki, fi'nin gəlində omega deyək ki, nədən asıl deyil? T'dən asıl deyil. Yəni zaman geçdikcə, mən konkret bucağın sürəti dəyişməyəcək. Yəni bucağın sürəti dəyişmək demirlər. Məsələn, bucağın bir saniyədə 20 radian oldu. Bir saniyədə atıram 10 dərəcə gedir, dərəcə ilə deyəcəm ki, daha yaxşı əldə qalsın. Bir saniyədə 10 dərəcə gedir. 2 saniyədə 10 dərəcə getməlidir. 3 saniyədə 10 dərəcə gedir. Çünki maşının sürəti nasıl bir şeydir bu? Maşın sürəti sabitdirsə, cızğın bucağın da sürəti sabit olmalıdır. Amma düşünək ki, dəyişsə, məsələn, qəfildən sürətimi artırsam, ondan sonra gördüm, bucaq daha tez fırlanacaq. Bucaq daha tez fırlansa nə olacaq? Bucaq sürət dəyişməlidir, yəni zamana görə dəyişməlidir. Zamana görə dəyişmir. Və fi nə qədər olar? Fi də zamanla düz mütləq xilası olur. İndi bunu düstur nə yaxşıyır? Mən düstur üzərində gedirəmsə, VT-dən tərasılıydı. VT-dən tərs. Tərs nasılıydı? Düz asıldı da VT-dən. Yəni asıl deyil daha doğrusu. Düz nə dedim, saçlı. Düz şeydir, asıl olmaz. Bəs ST-dən, yəni el deyirlər buna. Düz xətti bərabər çox tərəfə. Düz asıldı. Nasıl? İyi bir şey. Bu çevrildi buna, bu çevrildi buna. Bu qədər. Bir də son olaraq da omega haqqında içindən düstur var. Onu da alaq, həll edək, çıxsın desin. Biz az əvvəl dedik ki, 360 cinsi radiandır. 2 pi radian. Yəni mən tam dırgı vursam, yəni buradan getdim, fırlandım, bura gəldimsə 2 pi radian getməlidir. Gəlin də film yerinə 2 pi yazır. Yazıram ki, omega bərabərdir 2 pi bölünsün. Bir dənə tam dövr demişəm, zaman nə olur? Period olur. Yəni bir dənə tam dövr deyəndə, mən kesin zamandan önce period demişdik. Period olur. Bir dənə bir şey var ki, period tezliyi tərsidir. Yəni T bərabərdə 1 bölünsün eləyim. Yəni 1 bölünsün eləyəsən bura, en tez elə yuxarı və omega bərabərdir nə? 2 pi n alınmış olacaq.
Şimdi bu haqda gələcək nümunə işləyək. Birimizdən də nümunə yazaq. Ondan sonra da artıq dayanacaq. Omeganın hazırlığı üçün deyək. Nə ölçülür? Saniyə ölçək. Saniyə ölçən ölçülür burada və 3 kəmiyyətin üçü də nə ölçüldür? Saniyə ölçən ölçülür. Bu da gözəl bir detaydır. Şimdi bak da belə nümunə işləyir. Sadə nümunələr, yəni əsasın təsəvvürüsü belə nümunələr var. Sadəcə şərtini diqqət etmək lazım. Çünki şərtlər sizə bunları verir. Sadəcə bunları verdim yazdım. Məsələn, belə olaraq ki, deyəcək uzaq sürəti 2 radyan bölü saniyədir. P-in qiymətini həmişə verirlər ki, təqrib 3-dür. Deyirlər ki, tezlik nə qədər olar? Hansı düstur istifadə edilir? Bu düstur. Bu düstur deyim ki, çox işlənir ya. Bu düstur yəni inanılmaz dərəcədə çox işlənir və bundan sonra ortası şeydir, təksirlə də işlənir və təzyiqlə də işlənir. Yəni o mərkəzi vəzifə təzyiqi var, onun özü işlənəcək. İndi burada 2pi bölünsün nə istifadə edilir? Omega bərabərdir 2pi bölünsün 2pi-n bölünsün deyir. Hə, omeganın verib 2 radyan bölünsün saniyə. Bunun verib 3, yəni 2-nin bərabərində 6 bölünsün n. N-in nəyə bərabər olmuş olur? 1 bölünsün 3 kimi bir rasional da rasional deyil. Rasional da hər bir olmuş olur. İndi keçək buna. Burada da yenə omega bərabərdir. Bunu ikinci düsturdan istifadə edəcək. Nə? 2pi bölünsün t. Qiymətlərin yerinə qoysam, omeganın verilməyib, omeganın tapmağını istənilir. 6 olur yuxarı, pi-yə vuranda. Aşağıda 5, bu da belə bir şeydir. Yəni düzdür, biraz şey alındı. Kəsrət də var, olsun. Ziyanı yoxdur.